Ermənistan tərəfi silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub. Bildirilib ki, son günlər Azərbaycan ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədi ilə dezinformasiyalar yayır. Bildiririk ki, Azərbaycan ordusunun bölmələri tərəfindən güya Xanazaq yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır. Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.